Salam dostlar, bugün sizə necə xiyar tumunu, qarpız tumunu, gül kələmi tumunu necə cücərdib və necə yeşikdə əkmək olarsa onun haqqında video hazırlayacağım. Deməli, ilk mərhələ belə bir qab götürürük, içinə kağız qoyub nəmləndirib toxumları əlavə edirik və hansı gün əlavə eləmişiksə üstünə həmin tarixi də yazırıq. İkinci növbədə əkəcəyimiz yeri hazırlayırıq. Mən plasmas qara yeşiklər götürmüşəm. İçinə yüngül torf peyinlə qarışdırılmış substratdan təşkil edəcəm ki, çünki torpaqda fuzarium, fidium göbələklərindən bunları çürütmək şansı daha çoxdur. Ona görə də süni şəkildə yetişdirmək istəyirəm. Əkərkən gül kələmini 1 sm dərinlikdə, xiyarla qarpızı isə 1.5-2 sm dərinlikdə əkmək məsləhətdir. Cücərtən zaman gül kələmini, gördüyünüz kimi bu gül kələminin toxumudur, bu qarpızdır, bu da xiyar toxumudur. Gül kələmini 20-22 dərəcədə, xiyarla qarpızı isə 25-28 dərəcədə cücərdirlər. Ümumi üçünü bir yerdə cücərtmək istəyirsinizsə 25 dərəcə olan bir mühit kifayət eləyir. Gül kələmi 3-5 günə, qarpız isə 4-7 günə cücərir, xiyar da həmçinin. Əkən zaman əsas faktorlardan biri əkdiyiniz yerdə torpağın temperaturu 10 dərəcədən yuxarı olmalıdır. Aprel ayının sonu da yəni buna uyğundur. Açıq şəraitdə əkirsinizsə gül kələmini 40-50 sm aradan bir əkin, qarpızı 1 metrdən bir əkin, xiyarı isə 40-50 sm-dən bir əkməyiniz məsləhətdir. Mən isə yeşikdə əkdiyim üçün 5-7 sm-dən bir əkəcəm. İndi isə bunları 25 dərəcədə inkubatorda cücərtməyə qoyuram. 25 dərəcədə cücərtməyə qoydum. Mütəmadi nəzarət eləmək lazımdır ki, biraz cücərən kimi əkəcəyiniz yerə köçürdün. Gözləməyin ki, burada yarpaq açsın. Salam dostlar, gördüyünüz kimi artıq qarpız toxumlarda, gül kələmi toxumlarda, xiyar toxumlarda bu cür cücərib, bunları sahəyə köçürməyin vaxtı gəlib çıxıb. Fiziologiya olaraq qarpızla xiyar günəş sevən, sevəndir. Gül kələmi isə sərinlikdə sevən bir bitkidir. Onun üçün də yer əkərkən bu faktorları nəzərə alacağım. Gördüyünüz kimi 2-3 sm dərinliyində torpağı eşələyirik. Bu şəkildə pensitlə götürürük ki, cücərdilən hissə zədələnməməsi üçün. Bu şəkildə götürüb atırıq. Şansımızı çoxaltmaq üçün 4 ədəd atırıq və üzərini həfif örtürük ki, üzərini belə basmaq olmaz ki, toxumlar cücərib rahat yuxarı çıxa bilsin. Növbəti bu cür 3-4 əkib üstünü nazik təbəqə ilə torpaqla örtürük ki, toxumlar rahat çıxa bilsin. Və əlbəttə ki, bundan sonra can suyu verilməlidir. Daha burada suyu çox töküb palçıq eləməyək ki, burada fidiumlu, fuzariumlu göbələklər üçün əlverişli şərait yaradaq. Amma can suyu verilməlidir.
Əkiləndən sonra can soyu mütləq verilməlidir ki, torpağa uyğunlaşsın. Çox belə suyu verib belə deyək gölməçə eləmək lazım deyil. Nəm olmağı kifayət eləyir. Yəni belə eləyəndə, suyu tökəndə üstü açılıbsa toxumların torpaqla üstünü örtün. Gördüyünüz kimi xiyar da eyni qaydada əkilir, gül kələmi də eyni qaydada əkilir. Bir dənə də vacib faktoru nəzərinizə çatdırmaq istəyirəm ki, bunu belə götürərkən bu cücərmiş hissəni qopartmayın. Bu qırılmasın, çalışın.